Deməli, bayaqdan bu oğlanı gözləyirik. Qoy görə inşallah ha vaxt çıxırıq. Hələ 2 gündə gözləyəcəyik yəqin ki qapıda. Gedirik Samuqda bir dənə yerdə evdilər deməli. Şey lazımdır. Olasın lampalar var idi. Sonsuz da qoymaq. Yox, qaranlığa qalmarıq qaqa. Deməli, bayaqdan Azər müəllimi gözləyirik. Allah. Gedək. Salam. Aleyküm. Magnetin yoxdur mu qoyaq bura? Yox, maqnetim yoxdur. Deməli, gedirik. Samuqda bir dənə yerdə evdilər bizə ki, bəs belə. Orada şəfalı isti su var. Biz də gedirik o küşürtlü su deyirlər. Gedirik onu yoxlamağa, görək nə olur. Yəqin ki, sizə də maraqlı olar. Yaxşı bir yerdir, şəfalı bir yerdir. Davamlı çatanda çəkəcəyik. Dostum yolun yəsən. Allah qüvvət versin. Baxın, belə bir yer. Azər müəllim Zor məkanı var. Çəkiliş eləyir. Əlin adə. Kili kamerayla. Gözəlliyə baxın. Samuqdur bura. Lək yolunun üstü, Hacallı. Evcün müəllim də telefonla yenə çəkir. Belə buradan da İnşallah fırlanıb gedəcək isti su deyirlər ora. Bilmək istəyirsə işte bəxt açılsın. Dərdinə minir bəxt açılsın. Biraz görsəndə bayaq diyorlar. Ya buradan bir şeyini görürük. Yani. Evet, çok sağ ol adam. Sağ ol qadın. Gəlmişik belə bir məkana. Deməli, Anaköy restoranına Samuq rayonunda. Necədir? Məncə çox gözəldir də, yəni. Mənzərəsi çox superdir. Belə. Çox gözəl, məncə sizin də xoşunuza gələcək. Baxın gün batımına. Görün necə gözəl görsənir. Çox gözəldir. Azər bəy necəsiz? Yaxşıdır hər şey. Mənzərədən keyif ala bilirsiniz? Süperiniz lazımdır. Allah. Çox gözəl. Axşamı da deməli belə sonlandırdıq. Anaköy restoranında, Samuq rayonunda. Hər şey çox yaxşı idi, sağ olsunlar, çox qonaqpərvər, çox mehriban insanlar idi. Sağ olsunlar. Belə.